3 ildir səni axtarıram. Məni niyə Qurban axtarırsan? olum. Nə olub? Heç kimim yoxdur. Nədir problem? Qızımın 8 ildir içinə cin girib çıxdı. Aa. 8 ildir bir dəqiqə yanımdan buraxa bilmirəm. Birdən qaçır xristianların kilsəsinə gedir, gizlənir. Birdən başını götürür, qaçır. Çox pis vəziyyətdədir. 5 dəqiqə yanını buraxa bilmirəm. 5 dəqiqə. 2 qızı var. Biri özü, kiçik qızım da buna görə gər qayıdıb bir uşaqla hamısına təkcə mən baxıram. Nə oğlum yoxdur, nə yoldaşım yoxdur. Pis vəziyyətdəyim. 8 ildir. Bəs bu qıza görə niyə qayıdıb sənin o biri qızın? Bu pis vəziyyətə düşəndə birdən cəmaət ilə yemək gətirirdi, bizdəydi bu. Nə birdən makaron verirdi. Pis aləsi var idi. Da buna niyə yardım eləyirsən anana görə? Qaynana dedi, eləmi? Qaynası dedi. Qohumdur, baxın. İndi ürəkdən impakt götürdüm, xəstəxanada yatdım 10 gün. Bacıma zəng elədim. Ay bacı, yaman dardıyam, ye get uşaqlara bax, yeməyim yanıma gəl. Gəlmədi. Yanıma gəlmədi. Mən də deyirəm, Qoxumlarım çoxdur. Mən üçün yoxdur. Biri qapımı açıb girmir. Çox pis zulümdüyəm. Bu qız mən nə qayırım, 3 ildir səni izləyirəm gəlməyə. Bir adam kömək vermir məni buraya gətirməyə. Dedim qızım, gedək, ya itərəm, ya gedib taparam. Çox istəyirəm səni, sənə verilişinə çox baxıram. Bu qız məndə qayırım. Mən qoxumum nə deyirəm? Apar qoca evinə qoy deyirəm. Hançara qoy bu qızımı zürriyyətimi. İnstitut qutarıb. Əpdəkdə işləyib dərmən satan idi. Çox bilikli, çox zehimli. Nə qayırım. Fatıma Gül'də bu problem psixiatrik problemidir. Bu psixoloji problem deyil. Çünki adamın səs halüsinasiyaları var. Dini halüsinasiyaları var. İçimə ruh girib və hətta orada qeyd elədi ki, kilsədə rahatlıq tapır, vaxt tapan kimi ora gedir. Və bu xanım Gürcüstanda psixiatrik dispanserdə dəfələrlə müalicə alıb və ona təşbih də qoyulub. Yəni, diaqnoz qoyulub, konkret ona. O diaqnozda biz burada görüşdük, psixiatrla görüşdürdüm mən elə həmin günü. Psixiatr da eyni diaqnozu təsdiq elədi ki, bəli, o diaqnoz düz qoyulub. Biz bir saylıq psixiatrik xəstəxana ilə danışdıq. Çünki bu əcnəbi vətəndaşdır. Bu Azərbaycanda buna müalicə ala bilər, yoxsa yox. Onlar da dedilər, könüllü bir prosesdir. Əgər istəsə, ala bilər. Və mən düşünürəm ki, Fatıma Gül orada müalicə alsa, o müalicədən sonra ona psixoloq dəstəyi göstərilsə, bir faydası olar. Siz razısınızmı Elnur müəllimin təklifi ilə, ana? Razıyam. Nə vaxt yerləşdiririk Elnur müəllim? Günü sabah danışaram. Günü sabahında siz yerləşdirəndə Sağ ol, bizə deyin. Allah razı olsun. Allah kömək. Alqışlayaq. Bunu edənlərə sağ ol deyin.
Çok sağ ol. Allah razı olsun Hoşgöden hanım. Çok razıyım senden. Uşağımı sana emanet edip geldirem Gürcistan'a balam burada koyup geldi. Uşağımı size emanet ederim. Ağla gelmişim güle güle gidin. Her şey için Hoşgöden hanıma teşekkür ediyorum. İndi eve gidip balalarımı görmek istedim. Çok sevinirim. Ağlaya gelmişim. Güle güle gideceğim. Özüme söz verdim. Sana ağlamayacağım. Çok razıyım. Min defa minnettarım Hoşgöden hanıma. Balamı yaxşı eləmişsiniz.